nömrə 1 güvərçin qulluğunun izləyiciləri, Azərbaycanda yaxşı quşbazlara eşq olsun. Biz öz qulluğumuzda nümayiş elətdirdiyimiz uçuşlarla çalışmışıq ki, həmişə quşbazlığın inkişafına tövbə verir. Deməli, nömrə 1 güvərçin qulluğunun növbəti iştirakçısı bizim Muxtar qardaşımızdır. Əslən Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndindəndir. Deməli, Muxtar qardaşımız 9 avqust bazar günü inşallah quşlarını yarışmaya uçurdacaq. Biz Muxtara Allah xeyir versin deyirik, uğur arzuluyuruq. Muxtarın quşları bu mərhəliyəcən həmişə yaxşı uçuşlar nümayiş elətdirib. İnşallah elə ümid edirik ki, bazar günü də yaxşı nəticələrlə qarşılaşacaq. Gəlmişik bu günlər Muxtar qardaşımızın 7 avqust tarixində quşlarına peçat vurmağa. İnşallah bu gün quşlar möhürlənəcək Allahın izni ilə. Bazar günü start olacaq. Allah xeyir versin. Çox sağ olun. Xeyir olsun. Minnəttar. Uğurlar arzulayıram mən də hər bir iştirakçıya. Mən də onlar üçün. Xeyir olsun. Xeyir olsun. Və qardaşlar, niyə gəlmişdən onu da qeyd edək ki, Muxtar qardaşımız minə atçılıq badam bağları ərazisindən inşallah uçurdacaq quşlarını. İnşallah izləmədə qalın. Bazar günü Allahın iznindən yaxşı uçuş nümayiş olunacaq. İnşallah. Bismillah. Əbrəşmaya. Əbrəşmaya, soğanı əbrəşmaya, protokola daxil olan ilk güvərçinimiz. Xeyir olsun. Nişanların deyərsən, zəhmət olmasa, peçatı bıraq. Ya bismillah. Xeyir olsun. Əbrəş olmaya hər iki qanatında göz elyon qazanır. Xeyr olsun. Sağ olsun. Allah xeyir versin. Allah xeyir eləsin. Deməli, 3-cü protokola daxil olan quşumuz, ikinci quşumuz əbrəş boyun maya idi. Birinci quşumuz əbrəş soğanı əbrəş maya idi. Üçüncü quşumuz isə ağ mayadır. Hər iki qanadında göz ilyonka. Xeyir olsun. Bismillah. Eşəklər düşdüm. Deməli, 4-cü protokola daxil olan quşumuz da yenə ağ mayadır. Şüşə göz, hər iki qanadının altında göz ilyonka var bunun da. Şunu göstər. Bir gözündə bu belə bir şey. Bəli. Ona mərcan göz də deyirlər. Gətir. Ya bismillah. Xeyir olsun. Deməli, qardaşlar, 5-ci protokola daxil olan quşumuz da mayadır. Cinsiyyəti göy boynugüllü, götüxallı. Hər iki qanadının altında yaşıl zilyonkası var. Xeyir olsun. Qardaşlar, protokola daxil olan 6-cı quşumuz da maya quşdur. Parça boynugüllü, orta qara quyruq. Sağ qanadının altında göy boya var. Xeyir olsun. Allah xeyir eləsin. Bu quş haqqında məlumat ver. Ağ maya. Ağ maya protokola daxil olan 7-ci quşumuzdur. Hər iki qanadının altında göy boya var. Xeyir olsun. Bismillah. Yox, tut biraz. Elə bırax. Demək sən boynuzlu çağır, iki qanatın altı qırmızı erkək. Xeyir olsun. Deməli, çəp boynugüllü, orta göy quyruq. Hər iki qanadının altında qırmızı boya. Xeyir olsun. 8 deməli, göy boynugüllü erkək, ağ quyruq, hər iki qanadında qırmızı boya. Bundan əvvəlki çəp boynugüllü erkək, hər iki qanadı qırmızı boya idi. O bizim protokola daxil olan 8-ci quşumuz idi. Bu isə 9-cu quşumuzdur. Onu da qeyd edirəm. İkisinin də cinsiyyəti erkəkdir. Allah xeyir eləsin. Quyruq, iki qanatın altı qırmızı zelyonka erkək. Xeyir olsun. Protokola daxil olan 10-cu quşumuz. Bunlar foralar.
Bizə asan da olacaq. Göy olaq baş demək. Köy əblaq Hər iki qanadın erkək, altında qırmızısı. hər iki qanadının altı qırmızı zilli. Xeyir olsun. 11-ci quşumuz. Bu bizim protokola daxil olan 11-ci quşumuzdur. Ya bismillah. Qaraca erkək yoxdur heç bir. Qaraca erkək Son quşumuz. yeganə bədrək quşumuzdur. Heç bir rəngi yoxdur. Ya bismillah. Bir dənə də vuraq. Yaxşı Düşür, düşür, düşür. Bura var da. Hə, bura vuraq görək, bəlkə burada daha yaxşıdır. Düşdü, düşdü. Qaraca erkək. Allah xeyir. Xeyir olsun Muxtar. Allah xeyir eləsin. Sonuncu protokola daxil olan 12-ci quşumuz idi. Allah xeyir Xeyir eləsin. olsun. Muxtar, bu günlərim möhürləmə bitdi. Protokolumuzla, yarış qaydaları ilə tanışsan. Gəl bura, prosedur qaydalara uyğun olaraq qardaş. Sonuncu vəzifəmizi yerinə yetirək. Yarış qaydalarını bilirsən. Ha, oxumuşum. 24, bəli, oxumusan 24 bənddən ibarət qaydadır. 30 dərəcənin istidir. Yağış, duman, külək, bulud olarsa quş uçurmağa icazə yoxdur. Xüsusən yəni havanın temperaturu aşağı olar, ondan istifadə eləməyə heç bir istifaçıya icazə verilmir ki, fürsətçilik eləsin sərin havada, kimisə haqqına girsin. Havaya da baxmışıq 37 dərəcədir. Allah xeyir eləsin. Qol çəkirik bura qardaş. Bax mən klub üzvü olaraq Elçin Abbasov qol çəkdim. Buyur sən də qol çək. Protokol bir nüsxə səndə qalır, bir nüsxə. Allah xeyirli eləsin. Xeyir olsun. Deməli, Muxtar, indi bizim hakim nömrə 1 Göyərçin klubunun Rəşad qardaş buradadır. Buradan Novruzdur, bizim video bloger, həm də hakim. Klubun həm yarış iştirakçısı, həm də hakim Famildir. Qrupun ağsaqqalları, hakimlər Təşəkkür Hüseynov, Mehman Lənkəranlı burada yoxdur. Onları da salamlayırıq. İnşallah yarış günü Mehman əmi Lənkərandan gələcək, burada olacaq. Mənlə bir yerdə. Kim istəsə, Qrup üzvlərindən də kim yarış iştirakçılarından istəsə gəlib quşların uçuşunu canlı bizlə bərabər izləyə bilərlər. Çox sağ olun. Təşəkkürlər. Sabahınız xeyir olsun əziz qardaşlar. Nömrə 1 Göyərçin klubunun növbəti iştirakçısı Binə Atçılıq qəsəbəsindən deməli Muxtar qardaşımızın bu günlərin quşlarının uçuşudur 9 avqust 2026-cı il. Allah xeyir eləsin. Mahir əmi nömrə 1 Göyərçin klubunun digər iştirakçısı buradadır. Bizim dəfələrlə yaxşı nəticə göstərmiş iştirakçımızdır. Mahir əmi, nə demək istəyirsiniz? Muxtar qardaş. İnşallah yaxşı nəticələr var. Biz də baxın ləzzət alaq. Təşəkkürəm buradadır. Əmi, nə Ben de hamını salamlayıram. Hamıya uğurlar arzulayıram. Muhtara da sorunu yani Allah canı sağ eləsin. Bugün bizi dəvət edib. Allah malına mülkünə bərəkət versin. Allah xeyir versin. Allah xeyir versin. Allah. Əsas şu Amin. Möhürlü quşlar gəlsin. Mən çəkək. Keç biraz qabaqdan çəkdə. Gəlməyəcək. Deməli boynugüllü erkək, qaragöy erkək, göy əblaq, qırmızı şeyka, göy əblaq çəp. 5 dənə quşumuz, möhürlü quşumuz buradadır. Erkəklər, Allah xeyir eləsin. İnşallah indi mayaları da çəkirik, lentallıq. 7 maya quşumuz da buradadır. Boynugüllü maya, ağ mayalar, hər üçü, boynu qara maya, bir də əbrəş boyun maya bala. Allah xeyir eləsin. Bu da bizim möhürlənmiş quşlarımız. Bir balaca belə eləyim, möhürləri də düşsün üstlərində, əbrəşində bax, quyruqlarında düşür möhürləri. Maşallah olsun. Erkəkləri qaldırdıq. 5 dənə erkək quşumuz baxdı, start oldu maşallah. 5'te 6. Maşallah. Allah xeyri bərəkət eləsin. Amin. Amin. Amin.
Bu ağır, çox ağır gelir inşallah. Vay dada. Çox ağır gelir. Periposuna geliriz. Axırıncı il o gələcək. İnşallah. Kuş var. Bir dənə şeyini ver. Ay maşallah. Ay maşallah. Teşekkür ederim. Gedirlər heyvanlar, əla. İnşallah gedir. Allah xeyir versin Muxtar. İnşallah yaxşı saatlarla gəlsinlər. Əsas ki, sağ-salamat qayıtsınlar yerə. İnşallah çalacaqlar ama sağdım diye. Hə, indi Allah Taala özü tənzimləyəcək inşallah. Allah xeyir versin. Amin. Amin. Maşallah, maşallah. Maşallah. Elsin saat neçədir? Elsin saata bax. 56. Neçə? 956. 0956 2 dənə quşumuz eniş elədi. Qeyd elə. Ağ bir də çəp. Ağmaya bir de Çəp. çək. Göy çək. Bəli. Deyə bax. Biri budur. Biri də budur. Saatı bir də deyil. 0956. 0956 Muxtar Dənizlər. 2 dənə quşumuz eniş elədi. İki kuşumuz da gelir. Yeni şey geldi. 2 dənə quşumuz gəlir. Yaxın dəqiqələrdə uçuralım. 7 dənə yerində. Narışnikli olacaq, çöldən qoyulacaq qapı. Çöldən hamamın içinə girəndə da elə deyil da. Çöldən hamamın içinə girəndə qapı sol tərəfə içəri açılacaq elə. Mayram çıtırıyor sesler. Oturdan ha. Çöldən içəri girəndə qapı sola içəri açılır, hamamın içinə. Dördüncü kuşumuz. Qeyd elə. Neçədə düşdü? Bu 5-ci quşumuzdur, hə? Bəli. 5-ci quşumuza düşdü amma. Öz polyasında da, yəni qırağa düşməyib. 10.06'da. 10.06-da. Maşallah olsun. Maşallah olsun. Yettinci quşumuz eniş elədi. Bir dənə sağda deyərdinizdə sağdı. 57. Saat neçədir? 11.57. 11.57 ilə 10 güllü gəldi düşdü. Maşallah olsun. Elə olsun. Göy boncüllü, götxallı. 11.57. Taşdı 4 saatda. 3 dəqiqə çatmaq ki 4 saat olsun. Maşallah olsun. Dırnaqlar bərk olsun. Hə, deməli bir dənə quşumuz gəlir. Seçirim onu. Sekizinci quşumuz gəlir, eniş edir asta-asta. Gəlib. 8-ci quş sağda bir dənə baxalım. 13 dəqiqə işləyir. Birə. Bir işləyir 12 dəqiqə.
Ay maşallah. ...12'de geçti. 12'de geçti. 8. kuşumuz geldi. 1'e 12'de geçti. Görürsünüz kardeşler, kuş necə ləhləyir. Dəhşət isti var ha, dəhşət. Ha, heyvan ciğer yanır su içine. Vay 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 vay. Ne usulsa lazımızı yükseltsin. Maşallah olsun, dırnalar bəlkə olsun. 9-cu quşumuz gəldi, düşdü toka. Həyətə çatdıranmadı. Gəldi, düşdü toka. Hə, yəni evin qabağıdır bu. Göyə bulaq. Saat neçə idi? Yəni saatı da deyil. Saat 12:50. 12:52. Ay sağ ol. 12:52. Deməli 8 dəqiqə çatmaq ki 5 saat olsun. Hə maşallah olsun. Bu cür istidə bu cür saat uçdu, əladır maşallah. Adı deyərsiz mənə. Şəxsinə də baxarsan. Deməli 10-cu quşumuz gəlir də. 10-cu quşumuz gəlir. Hayır. Düşmedi. Setkan tarafa gitti. Ay maşallah. Sekiyor. Düştü. Yox, getdi, gəlir, yerə düşəcək. Ben ona tərpənmirəm ki. Dəqiq çəkim onu. Ay maşallah. Düşdü, qeyb yox. Yerə düşəcək. Ay maşallah. 10-cu quşumuz düşdü. Saat neçədir bir dənə saatı deyin. 9. 13-9. 13:09. 5 saat 9 dəqiqə. Maşallah olsun. Maşallah olsun. 10-cu quşumuz gəldi düşdü. Qaldı 2 dənə quşumuz. Deməli bu gündən 9 avqust 2026-cı il Binə Atçılıq qəsəbəsindən nömrə 1 güvərçin klubunun növbəti iştirakçısı Muxtar qardaşımızın quşlarının startı oldu. Ümumilikdə 12 quş tutmuşuq. 12 quşdan sonuncu quşlarımız 5 saat 8 dəqiqə eniş edib 13:08-də sonuncu quşumuz düşüb. Ondan sonraki 4 saat müddət ərzində quşlar məkana eniş eləmədiyinə görə protokola əsasən 4 saat ərzində yəni quşlar görünməməyi və buna səbəb isti, ağır hava və yüngül yuxarıda hava təbəqəsinin dəyişməyi fikirləşirik ki, səbəb olub. Bu səbəbdən protokola əsasən vaxtı 17:09 olduğu üçün 4 saat tamamlandığına görə dayandırırıq, protokolu bağlayırıq. Diqqətinizə görə çox sağ olun, təşəkkür edirik. Allah razı olsun hər birinizdən. Salam nömrə 1 güvərçin klubunun izləyiciləri, hər birinizi xoş gördük. Bugün 9 avqust 2026-cı il tarixində nömrə 1 güvərçin klubunun iştirakçısı Əslan Şahtaxtır
dan olan Naxçıvan Muxtar Respublikasından bizim gözəl qardaş, gözəl insan, həqiqətən səmimi dost, klubumuzun ən ürəkli iştirakçılarından biri Muxtar qardaşın quşlarının uçuşu həyata keçirildi. Bizim bir faktı qeyd eləmək istəyirəm ki, bu günlərim Bakıda ümumiyyətlə yarış keçirilməyib bu tarixdə. 5 dənə klub var, deyək ki, yarış keçirilən. Heç yanda uçuş həyata keçirilmədiyi halda 30 plus nömrə 1 güvercin klubu qayda protokoludur ki, quş uçurulmalıdır. Amma Muxtar qardaşımız 39-41 dərəcə hava proqnozu, temperatur göstərdiyi halda özü küləksiz ştil hava deyirlər, lal hava, sakit havada çox çətin bir ekstremal hava şəraitində quşları uçurtdu və 11 quş yerinə getdi. Düzdür, 4 quşumuz tam bağlana bilmədi. Gəldi, bir quşumuz 1 saat uçdu. O da belə deyək, külək idi səbəb. 7 quş tam bağlandı. Cavan quşlar idi. 7-sindən 5-i 4 saat və 4 saatın üzəri. 2 quşumuz 5 saat 8 dəqiqə nəticə göstərdi. Mən demək istəyirəm ki, indi bu çəkilişə YouTube-a qoyulacaq, hamı baxacaq, heç kim pis başa düşməsin. 39-41 dərəcədə burada 4-5 saat uçan quşlar mənim fikrimcə elə başqa havalarda uçurulan 8 saatlara, 7 saatlara, 10 saatlara bərabər nəticədir. Muxtarın bu necə deyim, əzmkarlığına, bu cür quş nümayiş etdirdiyinə görə mən ona xüsusi təşəkkür edirəm. Onu da qeyd edirəm ki, 12 quşumuzdan 2 quşumuz uçuşunu başa vurub gələ bilmədi. Biz hesab edirik ki, yəni ekstremal hava şəraiti, ağır hava şəraiti buna səbəb oldu. Quşlar cavan idilər, yəni yanlarda çıxan balalar idi. Amma yəni isti hava səbəb ola bilər ki, heyvanlar axada bilər. Günorta saat təxminən 3 radələrində hava bozardı, par oldu, isti ilə əlaqədərdi. Bir balaca sürüş hiss elədik. 2 quşumuz gəlmədiyinə görə bizim yaxşı yüksək səhətdarımız görə bilmədik. Amma ümumi nəticə 30 saat 17 dəqiqə təşkil edir. Muxtar ilk dəfədir yarışa qoşulur. Muxtar, Allah xeyir eləsin qardaş. Təşəkkür əmir. Protokol buradadır. Buyur sən də klubun hakimi kimi. Mən də hamını salamlayıram qardaşlar. Elçin müəllim nə dedi, hamısı düz dedi. Protokola uyğun bütün qaydalardan hamısını biz rəayət elədik. Yəni quşlara nəzarət elədik. Quşlar da hamısı yerində uçdu, yerindən bir-bir çıxdı, gəldi. 2 dənə quşumuz 4 saat gəlmədi, görsənmədi, yəni onları da ləğv oldu. Həqiqətən bu gün çox istəyir. Yəni bu istidə 5 saat uçan quşlar, Elçin bəyətdə 8 saat, nə bilim 9 saat, o quşlar bəlkə 12 saat uçan. Yəni Bəli. bu quşların gücü çox əla. Maşallah olsun. Muxtar, sənə Biz təbrik edirik. təbrik edirəm. Yəni bu 30 saat elə bir ki 60 saatın üstüdür. Hə. Yəni bu hünər meydanına qoşulmusan, bunu göstərmisən, əladır. Maşallah olsun. O faktı da qeyd eləyək ki, bax Muxtar əvvəlcədən demişdi ki, mən çempionluğa yox, Bəhruz Xıdırı da o sözü demişdi. Mən elə quş göstərmək üçün uçurduram. Həqiqətən də elə bu istidə Allah'ın çox gözəl quş göstərdi. Muxtar, bizim bu klub olaraq biz bir komandayıq. Bizim hakimlikdən, bizim özümüzdən bir qardaş kimi səmimi çəkilişə də gedir. Yəni bu bir tarixdir. Narazılığın Hiçbir narazılığım yoktu. Tam şeffaf, protokol üzrə bütün prosesler hayata keçirildi. Qaydalar necə göstərildi, elə də oldu. Allah razı olsun. Çox sağ olun. Təşəkkür ederim. Sağ ol. Hiçbir Sağ ol. narazılığım Sağ ol. Allah razı olsun. Sağ ol. Protokolda nə yazılmışdı, hamısı da hayata keçirildi. İnşallah gələn il amma İnşallah. Canlı mən saat göstərəm. gələn il saat göstərmək yox. Gələn il orada bir söz dedi. Onu Bəhruz da deyib mənə Xıdırı da. Gələn il mən çempionluğa sürdəcəm. İnşallah. Sən də o çözəsən ya yox. İnşallah. İnşallah gələn ilin bizə 2 iddialı çempionluğa iştirak. Çempionluğa. Əlbəttə. Amma mən Bəli. sənə əvvəlindən dedim ki, mən quş göstərəm. Allah razı olsun. Onu da qeyd edək ki, bu günlərin bizim Hər şey 45
1:39 dərəcədə quş 5 saat 6 saat uçur. Bəli. Qızı bala quşlar. Mən Bir deyim ki, faktı qoyun insanlar saat. qeyd edeyim ki, bu gün bizim hakimlər Roma, Rəşad Saray, Famil Saray, Novruz Saray və Lənkəranlı Mehman əmi bizlə birgə olmadılar, amma özləri burada olmasa da işləri ilə əlaqədar gələnmədilər, ürəkləri buradadır. Buradan onlara da Hamıya salam. çoxlu salamlar göndərdik. Çox sağ olun, təşəkkürlər. Sağ ol.